Pezişkiyan. Pezişkiyan Azərbaycanlıdır da. Azərbaycan dilində o qədər gözəl danışır, səlis danışır. Baxmayaraq ki, orada yaşayır, farsların arasında yaşayıb. Baxmayaraq ki, dövlət dili fars dilidir. Amma bu kişi çox cəsarətli kişidir çıxışlarında. Hələ bir arada Heydər Baba şeirindədir. Heydər Baba deyəndə ki, Heydər Baba şeirini söylədi. Çox gözəl. Biz ona belə irad etdilər ki, burada başqa dildə danışmaq olmaz. Təbii ki, o da onların qulağına dedi ki, bu dil mənim dilimdir, Azərbaycan dili. İran prezidenti Məsud Pezişkiyan Amerikalı həmkarı Donald Trump'ı sərt tənqid edib. Həmişə də edir. Cəsarətlidir. Qafqaz Info deyir bunu. Trump'ın Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə davranışını utanverici adlandırıb. Doğrudan da olmazdı. Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utanvericidir. Onların biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm demələri qəbul edilməzdir. Sənlə danışıqlara belə getməyəcəyəm. Nə qələt istəyirsən et. O deyib. Pezişkiyan deyib, Trump'a nə qələt edirsən deyib. Yəni onun Zelenski ilə davranışı xoşuna gəlməyibdi. Və doğrudan da bir neçə gün əvvəl Trump İranın ali lideri Əli Xamneyə məktub ünvanlayaraq Tehranın Vaşinqtonla danışıqlara gedəcəyini ümid etdiyini vurğulayıb. Görürük ki, ümumiyyətlə izləyicilərim, cəsarət başqa bir şeydir. Qanunda bizim qanımız, damarlarında bizim qanımız axır. Məhz bu prezidentin, bu kişinin.